Dostlar, doğma Kosalar kəndimizə gəlmişik. Yenə xatirələr bizi kədərləndirir. Sizə maraqlı bir məqamları göstərmək istəyirəm. Demək, Yalova kəndindəyik. Biz yadında olar böyüklərimizin çiyələyi bax beləcə yığırdıq. Görürsünüz, otlardan bir dənəsinə düzərək belə də aparırdıq evə. İndi elə qismət olubdur, yenə qarşımıza burada çiyələk çıxıbdır. Tam vaxtında gəlmişik. Buna çiyələk düzməsi deyirdik. Və Allah Teala qismət elədi. Kosalarda yenə biz bax bu çiyələyi ota düzdük, ondan yedik. Yəni bunların gözəlliyinə baxın. Bal kimidir, ləzzətlidir. Torpağı da, daşı da, bitkiləri də, çiçəkləri də, bir qoxu var, bir gözəllik var. Yerində bax bu gözəlliyi görmək, bunu dadmaq. Bəh, 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 nə gözəllikdir. İştahınıza gəlirsə gəlin kosalara. Biraz da ipə düzək yenə. Görürsünüz gözəlliyi. Bura Kosalar kəndidir, Yalovadır. Bax belə gözəl nemətlər sizi qarşılayacaq. Doğrudan da Kosaların meyvələrinin dadı, tamı dünyada ən gözəldir məncə. Kəkotunun da, bax meyvələrinin də, böyüklərimiz deyirdi, mən məhtəl qalırdım. Deyirdim ki, yəni meyvələrin hər yerdə dadları eynidir də, fərq eləməz ki. Ancaq bu gün görürəm ki, doğrudan da buradakı güney çiyələyinin dadı bambaşqadır. Siz bunun gözəlliyinə bir baxın. Bəh, keşkə imkan olaydı hamınız gəlib yeyəydiniz, bax, görəydiniz həm də bu Yalovanın, bu dağların gözəlliyini görəydiniz.